Herkese salam. Ne das bu kardeşim? Bugünler sizlerle beraber yeni bir vlog başlayacağım. Günlük bir vlog. Sizler için kişi maraqlı ve dolu dolu bir vlog çekeceğim. Hazırsa başlayalım. Ay saçım. Bugünleri ancak sizinle yiyeceğiz. Sizler için ev vlog çekmek istiyorum. Çok iyi. Direkt bugünəm evdə nələr edəcəyim, amma burada paltarları yuyur, paltarçıklar yuyur. Mən indi gedirəm evə, sizlər üçün vlog çəkməyə. Demək uşaqlar, sizlərə bugün çox qəşəng bir video çəkmək istəyirəm. İnşallah ki, qəşəng qalınar. Telefon düşürəm. İnşallah qəşəng qalınar belə. Görə sizlər üçün nələr çəkəcəm. İndi gedirəm, nəsə olsa çəkəcəm. Uşaqlar, mənim demək cins şalvarım vardı da, qırışırdı. Qırışmasın deyə onu belə bir stola qoymuşam. İndi orada biraz paltarlar qarışıb, tam ora qoymuşam. Və sizə nəyi göstərirəm? Makyaj ləvazimatlarımı. Mahnının səsi qoymur. Evet, mahnının səsi qoymur. Nəsə, bay. Gedim, nəsə olsa gəldim sizlərə. Demək, indi gedirik çörək almağa. Sizlər üçün qəşəng bir video çəkəm, elə dedim. Demək, kofta giyinməliyəm ilk öncə, amma ondan da öncəlikdən şalvar giyinməliyəm. Çünki şortiklə gedə bilmərəm. Nəsə, əynimi giyinim, gedək sizlərlə. Burada mahnı səsi çox gəlir, ona görə çox çəkmirəm. Sonra gedək sizlərlə qəşəng çörək alaq gərək. Evet, şimdi gedirik çörək almağa və sizlər üçün maraqlı bir şey çəkəcəm. Biz o günləri getmişdik marketə. Bilməm hava idisə. Mən demişdi ki, daha marketdəki bir qızlardı falan. Yox, qızlar yox. Hatta qohumumuz demişdi ki, orada dırnaq zat var. Taxma dırnağı nəzərdə tuturam. Mən dırnağım yoxdur, görürsünüz. Ondan taxmaqdan ötəri taxma dırnaq lazım idi və getdik ki, yoxdur da. Mən dedim ki, daha heç nə yoxdur. Maalesef ona görə ala bilmədik, amma çox almaq istəyirəm. Temada doludur, özdə o qədər qəşəngləri var. Şəkillərini tapa bilsəm bura qoyacağım, tapa bilməsəm də qoya bilməyəcəm. Evet, gidiyoruz. Baxın ki, çamıza görünən boydadır. Bizim burada qalmırıq. Baxın, biz burada qalırıq. Biz burada qalırıq. Belə. Gedim görüm bu qız nə qayırır. Nə deyir ki, şortikimi dəyişəm. Bunun əldə qalmışam az. Burada belə iydə ağacı var. Onun iydən heç sevmirəm. Mamamla nənəm iydən ötürü iydən xoşdular. Ondan heç xoşlamıram. Niyə? Belə. Bugün nəmləsi hava çox qəşəng, sərindir. İnşallah ki, belə keçər. Gidiyoruz. Hələ gedirik, hətta tabii. Ailə gəlmədi arkadaşlar. Yenə mən tək qoydu o qız. Görsünüz, qəsdən. Hamısı qəsdən. Mən də hələlik gedirəm belə. Telefon da fokuslamır. Bu nə dost? Belə. Küçüdəyəm hələ. Əslində, mən dırnaq söhbət edirdim. Həm də ki, indi niyə dırnaq taxmıram? Çünki qətilli ay deyilir. O aydı deyə, səhv eləmirəmsə, avqustun 17-si ya da 18-i çıxmalıdır. Ondan sonra əgər bəlkə deyirəm, hələ tam dəqiq bunu. Bəlkə oradan sifariş edim temadan qəşəng dırnaqlar taxarıq. İstəyirəm bir yerdə vlogda da çəkərəm. Çünki çox xoşduram dırnaq taxma, vəbşi ürəyim gedir. Amma mama deyir ki, bir dəfə tax, çünki mama qoymur çox taxmağa maalesef. Amma lak qoyur. Lak taxarıq, yox. Lak taxarıq, nə edir? Lak vurarıq. Belə. Burada o qədər maşınlar keçir ki, prosto. Ay Allah, maşının səsinə bax. Görürsən. Bundan deyirdim mən. Gör nə qəşəngdir pantin. Amma bunun qiyməti 10 manatdır da. Bu da 10 manatdır. Yaldım shoulders. Bir vaxt işlətdim şampon.
hələ ki gəlməyibdi. Nə xoş anlar, nə xoş anlar. Nə xeyrim var, baş gəlmir. Hələ çörək gəlməyibmiş. Biz də çörəyi bu mağazindən alırıq. Bundan başqa mağazindən almırıq babadan. Baxın. Obaçıq, az bu yenə şeylənir. Çox qəşəng yerdir. Üstü böyükdür amma görürsünüz. Nə xeyrim də çörək gəlməyib, qayıdıram evə buraxma. Gedirəm evə. Bir də gəlməyə xotum olmayacaq, bir cəzam biləm. O bayaq sizə göstərdiyim pantin nə üçündür tam olaraq, mən bilmirəm. Saç yağıdımı, yoxsa nədimi? Darı bilmirəm nə üçündür. Nə qıst gedək evimizə. Amma desə, deyəcək çörək yoxdur. Təndir var idi, o da dünəndən qalıbdı deyə quruyub. Gidiyoruz evimizə. Gün çıxdı, gördünüz. Gün gene çıktı. O kadar istedik ki. Ay, piştim sizden. Bu da artık bizim küçemiz. Evimize az qaldı çatmağa. Çok istedim. Ben de bilirdim ki hava belki tek kim olacak ama уже gün düştüm. Neyse. Kaçaq evimize tez. Çok istedim. Ay. Bilmirdik ama sonra getdik. Bu çörəkdən aldıq. Məncə bu çörəyi hamınız yeyibsiz. Çox dadlı çörəkdir həqiqətən. Çox qəşəng çörək. Videomuz isə bura qədər. Ümid edirəm bəyənərsiniz. Bay bay. Kanala abunə olub like atmağı unutmayın. Paka.